Oktay, biz belə görüşürük, restorana gedirik, yemək yeyirik, çay içirik. Biz başa düşmək yaxşı. Niyə? Biz sadəcə dostuq. Yaxşı, yeməyin ye. Bu binada qalırsınız da siz. Hə. Hə? İndi sizə gedirik film izləməyə. Biz başa düşmərsən də. Vallahi belə sözün açığı pis başa düşmək istəyirəm, imkan vermirsən. Biz sadəcə dostuq. Yaxşı. Oktay. Bas, hə. Yadındadır, bir dəfə səndən dostcasına film izləmişdik. Hə, yadındadır. Təbrik eləyirəm səni. Ata olursan. Nə qarram? Ata olursan. Fazə? Hə, Fazə. Amma biz başa düşmədə yaxşı. Biz dostuq. Dostlar var etibarsız etibarlı. Çok dostu olan kes sayılır varlı.